gənclər, dəyərli kanal izləyicilərimiz. Biz bugün 2020-ci il riyaziyyatdan buraxılış suallarına baxacağıq. Birinci sualımız belədir. Radiusu 2,5 sm olan çevrənin diametrini tapın. Təbii ki, radiusumuz 2,5-dirsə, diametrimiz olacaq 5 sm. Düzgün cavab C variantı olacaq. İkinci suala keçid alırıq. Ştrixlənmiş hissəni müəyyən eləyin deyir. Baxın, deməli, bu hissə A ilə B-nin kəsməsi, bu hissə isə B ilə C-nin kəsməsidir. Deməli, A ilə B-nin kəsməsi birləşib, B ilə C-nin kəsməsi ilə. Düzgün cavab olacaq Y variantı. Dördüncü suala keçid alaq. Konus verilib. Deməli, konusun doğranı. Doğran dediyimiz bu hissələrdir. 12 sm olub, oturacaqla 60 dərəcəli bucağı əmələ gətirir. Biz bilirik ki, burada bərabər tərəfli üç bucaq alındı. Deyir, konusun həcmini tapın. Konusun həcmini tapmaq üçün V bərabərdir 3/1 pi r kvadratı h. Yəni, 3/1 oturacaq vur h düsturundan istifadə edirik. Buradan mən bir dənə hündürlük çəksəm, bura. Buradan oturacağın radiusunu tapa bilərəm, hündürlüyü tapa bilərəm. Bura deməli olacaq 30 dərəcə. 30-un qabağındakı katet hipotenuzun yarısıdır, yəni 12-nin yarısı 6-dır. Hündürlük isə olacaq 6 kök 3 nəyə görə? 60 dərəcəli bucağın qarşısındakı katet digər katetin kök 3 mislinə bərabərdir. Və biz buradan yaza bilərik ki, V bərabərdir 3/1 vurulsun pi r kvadratı, yəni 6-nın kvadratı vur 6 kök 3. 36 ilə 3/1 getdi 12, qalır 72 kök 3 pi. Yəni düzgün cavabımız olacaq A variantı. Dördüncü suala keçid alırıq. A parametrinin hansı qiymətlərində sinus 3x bərabərdir 2A tənliyinin həlli vardır? Biz bilirik ki, sinus 3x -1 1 aralığında qiymət alır və onda yazaram ki, 2A 1-dən kiçik bərabər, -1-dən böyük bərabərdir. A isə olacaq -2/1 ilə müsbət 2/1 parçasında. Düzgün cavab olacaq Y variantı. 5-ci sualda kumun tam səthinin sahəsi. Kumun tam səthinin sahəsi 6A kvadratıdır. Bəlli 4-dürsə, A kvadratı buradan 9-a bərabərdir. A 3-dür. Deməli, tilin uzunluğu 3-ə bərabərdir. 6-cı sual törəməyə aid sualdır. Bildiyiniz kimi, buraxılışda törəməyə aid sual olmayacaq. Blokda olacaq inşallah. Ona görə izah edirəm. Cəmin törəməsi törəmələr cəminə bərabərdir. X üstü 6-nın törəməsi 6x üstü 5. Üzərinə gəlsin 2, üzərinə gəlsin 0. Yəni 6x üstü 5, üzərinə gəlsin 2. Y variantı. Düzbucağın uzunluğu 15-dir. Baxın. Eni isə uzunluğunun 60%-dir. 15-in 60% neyinir gənclər? 15 vur 60 böl 100. Neçə elədi? 90. Daha doğrusu 90 deyil, 9. Üzr istəyirəm, 9. Deməli, bizdən düzbucağın sayəsini istəyir. 9 vur 15 olacaq 135. Düzgün cavab olacaq A variantı. 8-ci suala keçid alırıq. Buradan x kiçik bərabərdir 4-dən. Ən böyük tam həlli olacaq 4. 9-cu suala keçid alırıq. Loqaritma 4/9 üzərinə gəlsin. Loqaritma 2 əsasdan 3/4. Loqaritma 4/9 yazıram. Loqaritma 2 əsasından 3. Biz bilirik ki, loqaritmadan eni, yəni əsas və arqumentdən n dərəcədən kök alıb və yaxud da n dərəcədən qüvvəti yüksəldə bilərik. Ona görə 4-dən 9-dan kök aldım. Üzərinə gəlsin loqaritma 2 əsasından 3/4. Eyni əsasdan loqaritmləri toplayarkən əsas olduğu kimi qalır və arqumentləri bir-birinə vurulur. Loqaritma 2 əsasından 4 alınır. Bu da bizə 2-ni verir. Düzgün cavabımız olacaq A var. 10-cu suala keçid alırıq gənclər. 10-cu suala sistem tənliyi verilmişdir. Baxın, sistem tənliyin birinci tənliyi n çıx n bərabər 7-dir. İkinci tənlikdə ortaq mərzə gətirsəm, mn-də m çıx n bərabərdir 18-də -7. Baxın, n çıx m 7-dirsə, deməli m çıx n -7-dir. Deməli, surət m çıx n-ə bərabərdir. Onda mn nəyə bərabər olacaq? 18-ə. Yaxşı, məndən də burada istəyir ki, m kvadratı üstə gəlinsin, n kvadratını tap. Bunu yazıram, m çıx n-in kvadratı üstə gəlinsin, 2mn. Bu da bizə verir, 7-nin kvadratı üstə gəlinsin, 2 vur 18, yəni 49 üstə gəl 36, yəni 85. Naxçıvan seriyası.
11-ci suala keçid alırıq gənclər. Sinus alfa 2-də 1-dir və alfa 90-180 dərəcə arasındadır. Bizə deyir ki, 9 üstə gəlinsin, kotanjens 110 üzərinə gəlinsin, altda 1 alfa. Baxaq gənclər, 90-180 arasında sinus alfa 2-də 1-i harda alır? 90-180 arasında biz bilirik ki, sinus 150 dərəcədə alır. Deməli, alfa 150 dərəcədir. Yaxşı. Onda olacaq 9 üstə gəlinsin, kotanjens 110 üstə gəlinsin, 6-da 1 vur, 150 dərəcə. Altda 1 ilə 150 ixtisar 25, 9 üstə gəlinsin, kotanjens 135 dərəcə eləyir. Yaxşı. Kotanjens 135-də də nə alır gənclər? Mənfi 1 alır. 9 çıx 1 olacaq nə? 8. Düzgün cavabımız olacaq C variantı. 12-ci sualımıza baxırıq gənclər. Düzbucaqlı üçbucağın katetlərindən biri 4 cm-dir. İlk öncə biz düzbucaqlı üçbucaq çəkməliyik. Katetlərindən biri 4-dür. Deməli, bu 90 dərəcədir. Bura 4 olsun və digər katetin hipotenuz üzərində proyeksiyası 1.8-dir. Bu hissə 1.8 olacaq. Yaxşı. 4-ün, yəni bu uzunluğu 4 olan katetin hipotenuz üzərində proyeksiyasını x deyirəm. Burada bizə tanış olan bir düstur görünür. Hansı? Evklid teoremasi. Evklid teoremasindən əsasən biz yaza bilərik ki, 4-ün kvadratı bərabərdir. X vurulsun 1.8 üstəgəl x-ə. Və mən bunu açsam, alınar 16 bərabərdir 1.8x üstəgəl x kvadratı. Və hədlərin hamısını 5-ə vursam, kəsirdən qurtulmaq üçün edirəm bunu. Nə alaram gənclər? Alaram 5x kvadratı, düzdürmü? Çıx 9x çıx üstəgəl 9x çıx 80 bərabər 0. Və bu tənliyi diskriminantını tapsam, diskriminant neçə eləyəcək? Diskriminant eləyəcək 1681. Onda x1 də bərabər olacaq. 1681-dən çıxır kök 41. x1-i bərabər olur -5. x2-si də bərabər olur 16 bölü 5. Yəni 3,2. Yaxşı. Uzunluq müsbət olacaq deyə bura 3,2 oldu. Baxın, 3,2 bura, 1.8 bura. Bu hissə neçə oldu? 5. 5, 4, 3 üçbucağa əmələ gəldi. Yəni 3, 4, 5 üçbucağa əmələ gəldi. Katetlərimiz 3, 4 isə sahəmiz bərabər olacaq. Katetlər hasilinin yarısına, yəni 6-ya. Düzgün cavab olacaq A variantı. 13-cü suala keçid alırıq. Standart şəkilli M ədədinin tərtibi 18-dir. M-in tərtibi 18-dirsə, gənclər, yəni qüvvəti 18-dir. M üstü 18-i 10 üstü, yəni 10 üstü 18-dir də, belə deyək də. 10 üstü -5-ə vuranda mənfi, daha doğrusu 10 üstü 13 eləyəcək. Yəni M ədədinin standart şəkli yazılışında bu tutaq ki, M bərabərdir, hər hansı bir x vurulsun 10 üstü 18-də. Yəni ona görə vuranda 10 üstü -5-ə tərtib olacaq 13. 14-cü suala keçid alırıq gənclər. 14-cü sualda həm də silsiləyə aid sualdır. Silsilə vuruğumuz 2/3-dir və bizə bu ifadə verilibdir. Mən buradan B3-ü B1 kvadratı çıxılsın B1 üstü 4 yazıram, B5-i bölünsün B1 üstü 6 çıxılsın B1 üstü 8 yazıram. Buradan B1 kvadratını mötərizə xaricindən çıxarıram. Qalır 1 çıxılsın Q kvadratı. Aşağıdan isə B1 üstü 6-nı mötərizə xaricindən çıxarıram. Qalır 1 çıxılsın Q kvadratı. 1 çıx Q kvadratlar getdi, B1-lər getdi, qaldı 1 bölünsün Q üstü 4. Deməli, Q-miz 3-də 1-dir. Deməli, 1 böl 3-də 1 üstü 4. Yəni 1 böl 3-də 1 üstü 4, 81-də 1 edir. O da olacaq 81. Düzgün cavabımız olacaq 81. 15-ci suala keçid alırıq. Şəkilə əsasən bucaq ABF-in dərəcə ölçüsünü tapın. ABF. Okey. Deməli, baxın gənclər, biz bilirik ki, açıq bucaqda ABC bucağı və ümumicəm 180 dərəcə olmalıdır. Ona görə yazırıq x üstəgəl 2x üstəgəl 100 dərəcə bərabərdir 180-ə. Buradan 4x bərabərdir 80-ə, x bərabərdir 20-yə. X 20-dirsə gənclər, ABF-in ümumi ölçüsü olacaq 160 dərəcə. Nəyə görə? Çünki 100 buradadır, 3x də oradadır. 100 üstəgəl 3x eləcək 160 dərəcə. 16-cı suala keçid alırıq. 3x kvadratı üzərinə gəlinsin 2a kvadratı çıx 10a üstəgəl 6x çıx a kvadrat bərabər 0 tənliyin kökləri cəmini 0-a çevirən a-nın mümkün qiymətləri. Tənliyin kökləri cəmini 0-a çevirən qiymət əksəri ikinci ədəmsalına bərabərdir.
onda olacaq mənfi 2a kvadratı çıx 10a plus 6 bərabər 0. Buradan da deməli Viet terim tətbiq etsək, A-nın mümkün qiymətlər cəmi. Deməli bunu yazıram 2a kvadratı çıx 10a plus 6 bərabər 0. Hər tərəfi 2-yə bölürəm. A kvadrat çıx 5a üstəgəl 3 bərabər 0. A1, A2 cəmi olacaq müsbət 5. 17-ci suala keçid alırıq. Loqaritma 10 əsasdan 1 çıxılsın 2 çıxılsın loqaritma 10 əsasından x bərabərdir 0 yazıram. 10 üstü 0 1-ə bərabərdir. 1 çıxılsın 2 çıx loqaritma 10 əsasından x bərabərdir 1-ə. Buradan 1-lər getdi. 2 çıxılsın loqaritma 10 əsasından x bərabər 0 oldu. Buradan loqaritma 10 əsasından x bərabərdir 2-yə və x də bərabərdir 10 üstü 2-yə. Yəni x-imiz oldu nə? 100. 13-cü suala baxırıq. ABC üçbucaq müstəvisinə B təpəsindən BD perpendikulyarı qaldırılmışdır. Bucaq ACD 90 dərəcə olarsa, bucaq ACB-nin ölçüsünü tapın deyir. Ümumiyyətcə, əgər düz xətt müstəviyə perpendikulyardırsa, müstəvi üzərində kəsişən iki düz xəttə də perpendikulyardır. Yəni bu DB düz xətti həm bura perpendikulyardır uşaqlar, həm də AB-yə perpendikulyardır. Ondan çıxır ki, bu düz xəttdə, yəni bu müstəvi üzərində olduğundan bura perpendikulyardır. Avtomatik 3 perpendikulyara görə ACB-də neçə olacaq? 90 dərəcə olacaq. 19-cu sual kompleks ədədin moduludur. 3 kök 2 modulu Z soruşur. Təbii ki, kompleks ədədin modulu və trigonometrik şəkli buraxılış imtahanları və qəbul imtahanlarından çıxarılıb deyə bu sualın üzərindən keçəcəyik. 20-ci suala keçid alırıq. X və Y qarşılıqlı sadə ədədlərdirlər. X bölü Y bərabərdir gənclər. 0,2 dövründə 6. Bu bizə verir 90-da 26 çıx 2, yəni 24-dür. Bunu da yazaram 45-də 12. 3-ə ixtisar aparsam qalacaq 15-də 4. Yəni tam sadələşdirmə aparmalıyam ki, X ilə Y qarşılıqlı sadə ədədlər olsun. Onda X buradan 4, Y-in də 15 olduğunu tapmış olduq. 21-ci suala keçid alırıq uşaqlar. Deməli, A çoxhədlisi və B çoxhədlisi verilmişdir. Bunları vurğulara ayırmalıyıq. Birincidən ortaq vuruq nə çıxarda bilərik? X, Y-in kvadratını çıxarda bilərik. Birincidən X, Y-in kvadratını çıxarsaq nə qalır? 6x kvadratı üstəgəl X, Y çıx Y-in kvadratı. İndi baxın. Mən bu üç ədlini vuruqlarını ayırmaq üçün orta əddi parçalamalıyam. Orta əddi parçalamaq üçün birinci əmsalla üçüncü əmsalın hasilini tapıram. Mənfi 6 eləyir. Orta əddi ilə parçalamalıyam ki, əmsallar hasili mənfi 6 eləsin. Yazıram x, y kvadratı vurulsun 6x kvadratı. Üstəgəl 3x, y çıx 2x, y çıx y-in kvadratı. Və buradan alınır x, y kvadratı vurulsun. Buradan 3x-i çıxardanda 2x üstəgəl y çıxılsın. Y-i çıxardanda 2x plus y alınır. Hər ikisindən 2x üstəgəl y çıxardanda alınır x, y kvadratı. 2x üstəgəl y vurulsun, 3x çıx y. Bu oldu A çoxhədlisinin vuruqlara ayrılışı. Gəlin indi B-ni vuruqlarına ayıraq uşaqlar. B-ni vuruqlarına ayırarkən B-dən də buradan nəyi çıxardaram mötərizə xaricində? X, y kvadratını yenə çıxardaram, düzdürmü? Elədi. X, y kvadratını çıxardaram, qalır 10x kvadratı üstəgəlsin 3 x, y çıx y-in kvadratı. Yaxşı, bunu necə vuruqlarına ayırarıq biz? Yenə bayaqki qaydada orta əddi parçalamalıyam. Əmsallar hasili mənfi 10 eləyir. Birincinin üçüncü əmsallar hasili. Orta əddi ilə parçalamalıyam ki, hasili mənfi 10 eləsin. Yazıram x, y kvadratı, 10x kvadratı, üstəgəl 5x, y, çıx 2x, y, çıx y-in kvadratı. Bu da bərabərdir. Deməli, buradan x, y kvadratı vurulsun. Bu ikisini bir qruplaşdırsaq və 5x-i çıxarsaq nə qalır? 2x plus y çıxılsın, y vurulsun, 2x plus y. Və hər ikisindən də 2x plus y çıxarsaq, x, y kvadratında 2x üstəgəl y vurulsun, 5x çıx y şəklində vuruqlara ayırırıq. Deməli, A-nın vuruqlara ayrılışı budur. B çoxhədlisində vuruqlara ayrılışı buradadır. İndi gəlin baxaq. Biz bunu Euler-Venn diaqramı içində yazmalıyıq. Ortaq vuruqlarımız 2x üstəgəl y və x, y kvadratıdır. X, y kvadratı və 2x üstəgəl y bizim ortaq
vurğularımızdır. A-da 3x çıx y-dir. B-də isə 5x çıx y-dir. Bu şəkildə biz Euler-Venn diaqramını yazmalıydıq. 22-ci suala keçid alırıq. ABCD paralleloqramında B-nin NC-yə nisbəti 3-ün 2-yədir. Yəni, bura ümumilikdə 3K-dır, bura 2K-dır. Yaxşı, gənclər. Burada deyir ki, AN və ND təm bölənlərdir. Yəni, bura alfadır, burada beta, betadır. Düzdürmü? İndi buradan hansı məsələ var, ona baxaq. Bura deməli 3K-dırsa, bura da 3K-dır. Avtomatik bura da 3K-dır. Nəyə görə? Çünki 3-ün 2-yə bölür də. Bu hissəyə mən 3K dedim bu hissəyə. Bura 2K dedim, 3-ün 2-yə bölününə görə. Bərabər yanlı zigzag söhbətinə görə burada alfa olacaq, burada bərabər yanlı olacaq da. Yəni 3K, 2K. Eyni qayda ilə burada da yəni beta söhbəti olduğuna görə burada obş 3K, yəni ortaya K qalacaq, burada 2K qalacaq. Yəni 2K, K, 2K. Deyir ki, paralleloqramın perimetrini tapın. MN-dəki 3-dür. Yəni K bərabərdir nəyə? 3-ə. Yaxşı. Bizim paralleloqramın perimetri isə 2 vurulsun, 3K üstə gəlinsin, 5K-dır. Yəni 16K-dır. 16K-dırsa 16-nı da 3-ə vuran neçə eləyəcək? Eləyəcək 48. Düzgün cavabımız olacaq 48. Baxaq gənclər, yeşikdə 6A, 10 qırmızı kürəciyi vardır. Burada deməli, cəmi 16 kürəciyimiz var. Deməli, birincinin ağ rəngli olması, ikisinə deyir ağ rəngli olsun. Birincinin ağ olması 16-dan 6-dır. İkincinin birini çıxartmışıq artıq, 15 dənə kürəciyimiz qalıb. Ağdan da biri çıxıb, 5 dənə də ağımız qalıb. Deməli, ikincinin də ağ olması 15-dən 5-dir. İxtisarlarımızı aparsaq, burada qaldı 3, 1, 6 ilə də 3 getdi, qaldı 2, cavab elədi 8-də 1. 24-cü suala keçid alırıq. Diaqramda ABC üçbucağının təpə nöqtəsinin koordinatları verilib. A nöqtəsinin koordinatları 2, 8, B nöqtəsinin koordinatları 10, 2, C nöqtəsinin koordinatları isə 2, 2-dir. Bizə deyir ki, bu üçbucağın xarici çəkilmiş çevrənin tənliyini yazın. Deməli, bu koordinat sistemində göstərəcəm bu üçbucağı. Deməli, 2, 8, 2, 10, 2, 2. Yaxşı, 2, 2 buradır, C nöqtəsidir. 2, 10 buradır və 2, 2, 8-dəki, bir dəqiqə, 2, 2. X-i 2, Y-i 2. Bu 2, 2 nöqtəsi olsun. C nöqtəsi 2, 2-dir. A nöqtəsi 2, 8-dir. Bu A olsun, A. 2, 8. A olsun, 2, 8. X-i 2, Y-i 8. B isə 12-dir, sorry. B isə buradadır, 12-dir. Okey. Düzbucaqlı üçbucaq alın uşaqlar, gördüyünüz kimi. Düzbucaqlı üçbucağın xarici çəkilmiş çevrənin mərkəzi hara düşür? Düşür hipotenuzun ortasına. Orta nöqtənin koordinatının tapılmasını biz bilirik. Bütün nöqtələri toplayıb 2-yə böləcəyik. Olacaq 6, 5. Mərkəzini bilirik artıq çevrənin. Radiusu tapmaq üçün heç nədə. Radiusdakı, buradan burada radiusdur da. Düzdürmü? Diametri çünki hipotenuzun özüdür. Yaxşı. 4, 3, 5-dir burada. Tapdım. Necə tapdım? X1, Y1 buna deyirəm. X2, Y2 buna deyirəm. Kök altında x2 çıx x1-in kvadratı üstə gəlinsin. Y2 çıx Y1-in kvadratı ifadəsi ilə uzunluğu tapıram, radiusu tapıram. Onda çevrəmin tənliyi olacaq. X çıxılsın 6-nın kvadratı üzərinə gəlinsin. Y çıx 5-in kvadratı bərabərdir R kvadrat. Yəni 5-in kvadratı. Bu da olacaq bizim çevrəmizin tənliyi. 25-ci suala keçid alırıq gənclər. Y bərabərdir kx plus 5 şəklində olan tənlikdir. Bu düz xəttin tənliyi. Gördüyünüz kimi qrafik soldan sağa doğru yuxarı gedir. Yəni k-mız müsbət olmalıdır və y-i oxunu müsbət yarımkədə kəsib, yəni 0-dan yuxarıda kəsib b-mizdə müsbət olmalıdır. Yəni biz yazmalıyıq ki, 4m çıx m kvadrat üstə gəl 12-də böyük 0 olmalıdır. Buradan m kvadrat çıx 4m çıx 12 kiçikdir 0-dan. Və biz bunu necə yaza bilərik gənclər? Biz bunu yaza bilərik, deməli, kökləri nədir bunun? 6 mənfi 2-dir, mənfi 2, 6-dır deməli köklərimiz. İstəyir 0, ələ doxu çəkirəm, mənfi 2-ni qeyd edirəm, 6-nı qeyd edirəm. Deməli, aralığımız har olacaq? Mənfi aralığımız olacaq, mənfi 2, 6. Bu bərabərsizliyimizin həlli oldu, mənfi 2, 6. İkinci bərabərsizliyimizi həll edirəm. İkinci bərabərsizliyimizi isə yazmalıyıq ki, 10 çıx
10m çıxılsın m kvadratı çıx 16 kiçikdir 0, böyükdür 0-dan üzr istəyirəm. Buradan m kvadratı çıx 10m üstə gəl 16 kiçikdir 0-dan. Buna kökləri gənclər 8-dən 2-dir, amma müsbət 8, müsbət 2-dir. M çıx 2, M çıx 8 yazırıq. Çünki köklər cəmi müsbət 10 eləməlidir, hasil 16 eləməlidir ona görə. Ədəd oxu çəksək, bu da 2-dən 8-ə, mənfi aralıq yenə ortaya düşəcək. Deməli, indi mən bunların kəsməsini götürməliyəm. 2-dən 8-ə və mənfi 2-dən 6-ya. Deməli, 2-dən 8-ə və mənfi 2-dən 6-ya. Deməli, 2-dən 6-ya olacaq kəsişmə. Hansı qiymətləri ala bilər gənclər? Bizə deyir, tam qiymətlərin cəmini tapın. 3, 4 və 5 qiymətlərini ala bilər. Bunların cəmi də 12 olacaqdır. Sualı ümumi formada bir də göstərirəm. Skrin ala bilərsiniz və yaxud da suallar geniş şəkildə baxa bilərsiniz. Rəyləriniz, təklifləriniz, şikayətləriniz olarsa komment yaza bilərsiniz. Kanala abunə olmağı unutmayın. Like edin, şərh yazın. Sizin şərhləriniz məni daha da həvəsləndirir. Diqqətiniz üçün çox sağ olun.